Elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri. Vətəndaşlar elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri xidmətindən daha rahat istifadə etmək üçün mygov.az portalı vasitəsilə, eləcə də Asan Xidmət və Asan Kommunal mərkəzlərinə müraciət edə bilərlər. Vətəndaşlar müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin əslini, ərizə blankı quraşdırılma üçün müraciət olunduqda texniki şərti və texniki şərtin layihəsini təqdim etməklə 15 gün müddət ərzində xidmətdən yararlana bilərlər. Quraşdırılma işlərinin müddəti işin həcmindən asılı olaraq müqavilə əsasında müəyyən edilir. Elektron qaydada müraciət olunduqda mygov.az web ünvanına daxil olunur. Müvafiq bölməyə klik edilir. FIN koduna bağlı məlumatlar avtomatik doldurulduqdan sonra abonent növü seçilir, daha sonra reglamentə uyğun sənədlər sistemə yüklənilir. Əlaqə məlumatları daxil edildikdən sonra müraciət göndər düyməsi sıxılır.